Sür. Sür də təxəlte. Bu qırmızı işığa məhv olmayaraq üstünə çıxdı. Hadisə baş verib iyunun 7-sində Masazır qəsəbəsində. Belə ki, Kia markalı avtomobil işıq forun yaşıl işığında əsas yola çıxmaq istəyir və bu anda qarşısına bir digər avtomobil, Mercedes markalı avtomobil çıxır. Sürücü buna etiraz edir, digər sürücü isə buna söyüş və təhqirlə cavab verir və sonda avtomobilini digər avtomobilə vurur. Hələ üstümə gəl. Üstümə niyə sürürsən? Çox səhv edirsən. Sən də geçinə məşğulsun. Sən də ağıllısın. Sür. Sür də təxəlte. Xəstəsən sən? Lap yaxşı. Təbii ki, reaksiya verib siqnal verdim ki, niyə belə edirsən? Qayşı yaxşı edirəm. Maşına yerə düşmədən. Bir bazı mübahisəmiz oldu. Sonra maşını arxaya verərək maşının üzərinə çıxdı, əzdi maşın. Bəli, yaşlı işıqla nə yanırdı? Yola çıxmaq istədiyim vaxtı bu qırmızı işığa məhv olmayaraq üstünə çıxdı. Nəinki məni, orada ətrafdakı insanlar müdaxilə edir ki, niyə belə edirsən? Maşından düşərək onları da üzüm çəkir. Bəs o maşından düşəndən sonra bir söhbətiniz oldu mu aranızda? Nə dedi? Xeyr, heç bir söhbətimiz olmadı. Dərhal 102 xidmətini yığıb, məlumat verdim polis əməkdaşlarına və salam. Aqressiv görsənirdi, çox aqressiv idi. Həddindən artıq sanki özündə deyildi, belə deyil. Çox ziyan dəyib? Harasa 2000-ə yaxın ziyan dəyib. İndi böyle nə aparacam qiymətləndirməyə, indi görək nə dəyib olacaqdır. Bu yol nəqliyyat hadisəsində həmin demək Volkswagen markalı maşının sürücüsünün hərəkətləri qanunsuzdur. Onun əməllərində həm yol hərəkəti qaydalarının pozulması var. Yəni o videodan, kadrlardan göründüyü kimi o qırmızı işıqda hərəkət eləyir. Bu özü bir cərimədir, yol hərəkəti qaydasını pozur və bu onun barəsində artıq yol polisi tərəfindən, o cümlədən ağır hallarda məhkəmə tərəfindən inzibati tədbirlər görülə bilər. Digər tərəfdən isə burada həm də xuliqanlıq cinayətindən söhbət gedə bilər. Çünki burada açıq aşkar cəmiyyətə hörmətsizlik, ictimai qaydanın pozulması, digər şəxsə hədələnməsi, o cümlədən əmlakın zədələnməsi ilə müşayiət olunan hərəkətlərdən söhbət gedir. Baku TV-nin əldə etdiyi məlumata görə hazırda məsələ ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.